Salam, 8-ci sinif 1-ci hissədən növbəti dərsimizə başlayaq. Dərsimiz olacaq 3.5. Düşün, müzakirə et, öyrəndiklərinizi tətbiq edin. Baxırıq. Düşün, müzakirə etdə soruşulur. Qan köçürmə qədim dövrlərdən tətbiq olunsa da, nəticəsi əksər hallarda yaxşı olmurdu. Sizcə nə üçün? Bildiyiniz kimi qan qrupları 1900-cü ildən kəşf olunmağa başlayıbdır. Odur ki, qədim dövrlərdə qan qrupları haqqında məlumat olmadığına görə hansı donor ola bilər, hansı qan qrupu resipient ola bilər, bunlar məlum olmadığına görə nətər gəldi? Çox təbii şəkildə qan köçürülürdü qan itkisi olan adamlara. Odur ki, bəziləri uyğunsuzluqla nəticələnirdi və aglutinasiya olurdu. Bu da həyat üçün təhlükə yaradırdı və ölümlə nəticələnirdi. Baxırıq, öyrəndiklərinizi tətbiq edin. Cədvəl və sxemi diqqətlə nəzərdən keçirin. Hansı rəqəmlərlə verilmiş qan köçürmələrin düzgün olduğunu müəyyən edin. Bax, burada gördüyünüz kimi tələbələrin adları verilibdir, onların qan qrupu qeyd olunubdur. İndi soruşulur, müzakirə edin. Tələbələrdən hansı universal donor, hansı universal resipientdir? Baxırıq, bildiyiniz kimi -1 universal donor hesab olunur. O da Leyladır. Bax, burada qeyd olunubdur. Leyla universal donor ola bilər. Çünki onlar həm -1 qrupuna malik olanlar həm müsbət, həm də mənfi qan qruplarının hamısına qan verə bilir. Odur ki, bax, Leyla Arifə qan verəcəkdir. 8-ci ifadəni burada düz götürəcəyik. Donora gəlincə dedik, hansı universal resipiyentdir? Arif müsbət 4-ə bərabərdir. Müsbət 4 qrupu olanlar universal resipiyent hesab olunur. Onlar hamısından alır. İstərsə mənfi, istərsə müsbət qan qrupuna malik olanlardan yalnız öz qrupu olan 4 müsbətə verə bilir. Odur ki, Arif universal resipiyent hesab oluna bilər. Hansı tələbələr öz qan qruplarından olan uşaqlara qan verə bilər? Fikrinizi əsaslandırın. Baxırıq bura. Burada həm də bizdən soruşur ki, hansı rəqəmlərlə verilmiş qan köçürmələrin düzgün olduğunu müəyyən edin. Baxırıq, qeyd elədik ki, Leyla Arifə qan verə bilir. Həmçinin Cəlil müsbət 1-dir. Bildiyiniz kimi müsbət 1, müsbət 1, 2, 3, 4-cü qan qruplarına verə bilər. Odur ki, Arifə qan verə bildiyi üçün 7 ifadəsi də doğru olacaqdır. Deməli, Cəlil Arifə qan verə bilər. Sonra baxırıq, müsbət 1 həmçinin müsbət 3-ə qan verə bilər. Odur ki, burada 3-cü ifadə də doğru olacaqdır. Sonra baxırıq burada, müsbət 1 dedik ki, müsbət 3-ə qan verə bilir. Baxırıq Leyliyə. Leyla universal donor olduğuna görə bütün qan qrupları olanlara qan verə bilər. Ona görə də burada 6-nı da doğru kimi qeyd edəcəyik. Növbətlərə baxsaq, müsbət 3 mənfidən qəbul edə bilməyəcək. Amma bunu gördünüz ki, 3-ü qəbul edir. Müsbət 1, müsbət 3-ə verdiyinə görə düzgün götürmüşük bunu. Arif müsbət 4-dür. Müsbət 3-ə qan verə bilməz. Həmçinin müsbət 1, mənfi 1-ə qan verə bilmir. Yalnız müsbətə verir. Odur ki, doğru ifadə bu cədvəl üçün 6, 8, 7 və 3 rəqəmləri doğru olacaqdır. Çünki bunlar qan köçürmə əməliyyatı bunlarda həyata keçirilə bilər. Və qeyd elədik ki, hansı tələbələr öz qan qruplarından olan insanlara qan verə bilərlər? Fikrinizi əsaslandırın. Baxırıq, bura dedik ki, müsbət 4, müsbət 4-ə verə bilir. Və yaxud müsbət 1, müsbətlərin hamısına, müsbət 1, 2, 3, 4-ün hamısına verə bilir.
Azər 2-yə -2 deyimlə 2-yə və 4-ə verə bilir. Nigar -3-dir. -3 deməli, yalnız -1-dən bax bu cədvəldə qan ala bilər. Həmçinin qeyd elədiyimiz kimi -1, -3-ə də qan vermək xüsusiyyətinə malikdir. Baxırıq növbəti sualımıza. Burada öyrəndiklərinizi yoxlayında soruşulur. Qan köçürmə hansı hallarda həyata keçirilir? Bildiyiniz kimi ola bilər çoxlu qan itirmə olsun, anemiya olsun və xəstəliklər olsun, irsi qan xəstəlikləri və qan köçürmə əməliyyatları belə şəxslərdə həyata keçirilir. İkinci soruşulur. Eritrositlərində A agglütinogeni qan plazmasında anti-B agglütinini olan şəxs ikinci qan qrupuna və mənfi rezus faktora mənfi rezusa malikdir demək olarmı? Əlbəttə ki, olar, çünki agglütinogen A olarsa və qan plazmasında anti-B olarsa, bu zaman -2 qan qruplu şəxs ola bilər. Bax, qeyd edeyim bura -2. Sonra növbətiyə baxaq. Sxemə əsasən hansı resipiyentlərin qanında agglütinasiya baş verə bilər? Baxırıq, yəni bildiyiniz kimi elə qan qrupları var ki, onlardan digərlərinə qan köçürmək olur. Müsbət A. Müsbət 1-ə. Müsbət A bildiyiniz kimi ikinci qan qrupudur. 2 müsbət, 1 müsbətə qan verə bilmir. Verərsə, o zaman eritrositlərində agglütinasiya baş verə bilər. Bax, qeyd eləmişəm ki, müsbət A, müsbət 0-a, yəni birinci qan qrupuna qan verə bilməz. Sonra müsbət A buradan xətt çəkilibdir. B müsbətə ox çəkilib gördüyünüz kimi. Bu da mümkün deyil. Bildiyiniz kimi ikinci qan qrupu üçüncü qan qrupuna qan verə bilmir. Odur ki, bax bu ifadəni də gördüyünüz kimi yazmışam ki, bu müsbət A ilə müsbət B arasında da agglütinasiya baş verə bilər. Yəni, qan çökər və həyat üçün təhlükə yaranar. Baxaq, müsbət B. Müsbət B, müsbət B-yə verə bilir. Fikir verin. AB-yə də verə bilir. Bu doğru ifadədir. Burada agglütinasiya yoxdur. -1. Qeyd elədik ki, istər mənfi olsun, istər müsbət, çünki onlar universal donor hesab olunur. Hamısına qan verə bilir. Bax, bunların hamısına. Keçirik mənfi B-yə. Mənfi B, müsbət B-yə qan verə bilir. Bildiniz? Deməli, bu da düzgün ifadədir. Deməli, bu cədvəl üçün agglütinasiya baş verən müsbət A-la müsbət 0 arasında və müsbət A-la müsbət B arasında agglütinasiya baş verə bilər. Bir haşiyə çıxmaq istəyirəm, bir cəhəti sizə qeyd edeyim. Bax, belə bir cədvəl verilibdir burada və biz o cədvəldən qan qruplarını müəyyən eləmək üçün istifadə edirik, öyrənirik. Fikir verin. Burada 8 dənə qan qrupu haqqında məlumat verilib ki, hansından qan ala bilər, hansına qan verə bilər. Və onda mən belə bir nəticəyə gəlmək istəyirəm ki, biz qan qrupunu 4 yox, müsbət, mənfi olmaqla 8 dənə götürməliyik. Yəqin ki, alimlərimiz buna öz fikirlərini deyəcəklər. Bu qədər, sağ olun.